vaginoplastik olan xəstə qrupunda, indi birazdan danışacağıq vaginoplastik haqqında. Vaginoplastik olan xəstə qrupunda, yəni belə deyək, sadəcə basit vaginoplastika olunmur. Çünki bizə müraciət edən xəstələrin çoxunda, bayaq dediyim kimi çətin doğuş keçirmiş xanımlar, şikayəti olan xanımlar gəldiyi üçün orada sallanmalar da olur. Sidik kisənin sallanması varsa, bayaq sidik kisə öz yerinə qaytarır, bayaq dediyim kimi düz bağırsaq sallanması öz yerinə qaytarır. Bütün əzələ fasya, hər bir orqan öz-özündən, yəni bərpa edilir. Yəni fasya ön-önə, qarşı-qarşıya duran əzələlər düzgün tapılmalıdır, düzgün tikilməlidir. Bundan sonra üzərində vaginoplastika icra edilməlidir ki, pasiyent tam əməliyyat olmuş olsun. Əgər biz əməliyyatı belə etsək, yəni bütün sallanmalarda, fasya əzələ defektinin hamısını bərpa etmişik, üzərindən vaginoplastika icra etmişiksə, pasiyent əlbəttə ki, otura bilər. Çünki burada qorxulacaq heç bir durum yoxdur. Çünki yarıya güc düşər, təzyiq düşər, deşik açılacaq, elə bir qorxumuz yoxdur. Digər tərəfdən, biz bunların hamısını bərabərində icra etdiyimiz kimi əməliyyat da qalıcı olar. Pasiyent artıq bir neçə ay sonra, bir neçə il sonra təkrar sallanma ilə ya da təkrar genişləmə ilə eyni şikayətlərdən bizə geri dönməz. Əməliyyatın düzgün icrası önəmlidir. Demək ki, əgər düzgün icra olunubsa, pasiyent elə bir gün sonra əyləşə də bilər və problem yenidən geri dönmür. Bəli, düzgün diaqnoz və düzgün əməliyyat yetərlidir.